Binəqədi rayonu Biləcəli qəsəbəsi Ağsaray dairəsi ilə ərazidə ağır yol qəzası baş verib. Belə ki, sərnişin avtobusu gül dükanına girib. Əldə etdiyimiz məlumata görə həmin vaxt avtobusa texniki naxazlıq olub və sürücü avtobusu saxlaya bilməyib və bu qəza baş verib. Hadisənin baş verdiyi vaxt avtobus ərazidə olan avtomobillərə dəyib və bir neçə avtomobilə ziyan dəyib. Maşını saxladım duracaqda, düşdüm maşından. Ətrafa baxdım, orada dəqiqə yarım vaxtımız var idi. Yenidən maşına oturdum, 11-13 metrə məsafədə gördüm ki, sürət artır. Burada da camaat dayanmışdı. Məcbur qaldım, camaatın üstünə sürmədim, verdim şeyin altına. Obyektin elə bir ki, burada şey var da, belə şalac, eyvan kimi də, yəni belə. Orada verdim, 13 metrə məsafədə maşını mən nə qədər də qazı versəm, özümü itirsəm, o sürəti yığa bilmərəm. Çünki onda maşının texniki səbəb var orada. Beyin qarışıbdır. Duracaqdan mənim çıxmağımla bura cəmsi 11 metrə, 13 metrə olar, çox olmaz. Bəlkə də 9 metrə olar. Burada maşının texniki səbəbindən çox şey asılı oldu. Sərnişin vardı mı avtobusa? Sərnişin bəli vardı. 19 nəfər sərnişin vardı. Heç kim heç nə olmayıbdı. Xəsarət alma olmadı mı? Xeyr, xəsarət alan olmayıb, amma bir-iki dənə elə ki, bu aynanın sınığından xanımın o çənəsinə belə balaca cızıq var idi. Bu maşınlar var. Neçə maşına dəyib? 3 maşına dəyibdi. Onlar elə bir ki, qeyri-qanuni yerlərdə saxlamışdılar. Yəni onlar olmasaydı, onlar saxlamasaydılar, bəlkə də biraz başqa cür olardı.